Salam dostlar, salam əziz qardaş və bacılar. Necəsiz? Ümid edirəm ki, yaxşısınız və yaxud yaxşı olmağa çalışırsınız. Yenidən sizin qarşınızdayım. Mövzumuz yenə də nevrozdur, əsəb pozuntusu. OKB, indi onların qollarını bilirsiniz də, bunu sədalamağa heç bir ehtiyac yoxdur. Bu günləri sizinlə anksiyetadan danışacağıq. Anksiyeta pozuntusu nədir? Bu, təbii ki, bunun irsi faktoru var. Yəni, bədən o qədər ki, gərgin olub, o qədər qorxudublar, o qədər incidiblər uşaqlıqda, döyülüblər, söyülüblər və beyin həmişə trivojnu qalır, yəni təhlükə gözləyir. O aktiv qalır və illərlə bu davam edir, böyüyür, xasiyyətə çevrilir və anksiyeta pozuntusu, yəni hər şeydən qorxma, hər bir problemdən qorxursunuz. Problem yoxdur orada, ürək döyüntüsü, nə bilim, baş ağrısı, kürək ağrısı və yaxud, nə bilim, evdə hansı bir problemlər, daima qorxu axtarışındasınız, daima səbəbsiz qorxmağa çalışırsınız. Bu sizi narahat edir. Bu sizin uşaqlıq travmalarınızdan irəli gələn bir şeydir. Bir şey də vurğuluyum. Gedirsiniz həkimə, onlar bilirlər ki, sizdə anksiyetadır və götürürlər sizə antidepressantlar yazırlar və yaxud birbaşa sizi seansa dəvət edirlər. Bu yanlışdır. Mənim əzizlərim, bəzi hormonlar var ki, onlar mütləq yoxlanılmalıdır və vitaminlər var ki, adi vitamin B12-dən B12 azlığından həmən o anksiyeta yarana bilər, vegetativ sistem aktivləşə bilər və hormonal disbalans yarana bilər. Əgər hormonal disbalans yaranıbsa, istəyirsiniz bir vaqon antidepressant için, təbii elə antidepressantlar var, kömək eləyir, amma hamısı yox. Bir çoxları qorxunu, məsələn, təşvişi, həyəcanı və s. kimi problemləri aradan qaldırır, amma əsas problem qalır yerində. Ona görə də ilk növbədə vitaminlərə baxmaq lazımdır. Bəzən şikayət edirsiniz, yorğunluq, filan, bəsməkan, əzginəm, nə bilim nəyəm. Bunlar öz başına olan bir şeylər deyil. Təbii ki, nevrozla bağlı olsa da belə, hardasa nevroza yol açan səbəblər ola bilər bəzən. Bəzən görürsünüz ki, heç bir həyatda probleminiz yoxdur, amma bu simptomları hiss edirsiniz. Anlatabildim mi? Təbii ki, o zaman analizlər, bəzi analizlər verilməlidir və əgər orada disbalans varsa, İlk növbədə onları balansravat eləmək lazımdır. Orada dopamin ola bilər, vaxt deyirsiniz, mənim heç nə həvəsim yoxdur, işləmək istəmirəm, nə bilim, intihar eləmək istəyirəm özümü və yaxud heç nə məni sevindirmir, yaşamaq marağım itib. Bunlar hamısı neyromediatorların disbalansından irəli gələn bir şeydir. İlk növbədə neyromediatorlardan istifadə edib, onları balansa yaratmaq, balansa gətirmək və sonra seansları keçmək lazımdır. Anlatabildim mi? Bəzən effekti olmur boş antidepressantları qəbul edəndə və ümumiyyətlə antidepressantlar, mən dəfələrlə demişəm, müalicə üçün deyil. Yəni, nevrozu o müalicə eləyə bilməz. Sadəcə neyromediatorlardan istifadə edirsiniz. Antidepressant nəslindəndir, amma xüsusilə hazırlanıb neyromediatorların disbalansına görə balansravat eləyir və siz bir balaca ayılırsınız, seansları da düzgün qaydada keçirsiniz. Tamam mı? Ən əsas qavrama funksiyası orada
önəm daşıyır. Yəni həyat tərzi, həyat eşqi o sönmüş olanda sizə o seans ümumiyyətlə çatmır. Nə bilim, adrenalindir məsələn, serotonindir məsələn, orada disbalans yaranır, hansı ki, təhlükəni, bəzi məsələləri o yaradır, qorxuları o yaradır, azlığı olanda. Bunlar disbalans olanda bir çox problemlər yaranır. Adicə yenə deyirəm, B12-nin aşağı olması vegetativ sistemi aktivləşdirir və anksiyetaya yol aça bilər. Tamam mı mənim əzizlərim? Ona görə də müraciət eləyəndə biraz ayıq olun və bunlara nəzər alın. Nəzər salın. Anlatabildim mi? Yəni, salam əleykum, mənim problemlərim bunlardır. Siz mənimlə məsləhət göstərin, sizə antidepressant yazacaqlar, hansı ki, sizi keyəldəcək. Ömür boyu elə yatacaqsınız, gününüz belə keçəcək, heç dünyadan xəbəriniz olmayacaq. Dərmanları da saxlayan kimi yenədən eyni hamam, eyni tas. Anlatabildim mi? Ona görə müalicə aparılanda kompleks şəklində olmalı. Yerli, yersiz yox. Anlatabildim mi? Biraz diqqətli olun belə şeylərdə. Özünüzə yaxşı baxın, özünüzdən müğayət olun. Öpürəm. Nə suallarınız olsa verin. Suala cavab vermək də bundan deyil ki, hətta konsultasiya, diaqnoz qoymaq üçün də müraciət edərsiniz, təmənnasız. Sizə diaqnoz qoyacam. Böyük məmnuniyyətlə. Tamam mı? Özünüzə yaxşı baxın. Sağ olun, sağ olun.